Salam, xoş gördük mənim məsləhərim. Liza TV'nin efirindəsinin səhət proqramı canlı efirdədir. Studiyamızın qonağı Akif Mehrəliyev Nərgiz Klinikasının həkimi androloqdur, terapevt androloqdur. Daha doğrusu belə tanıyırlar deyə doktor, ona görə də biz belə hər zaman təqdim edirik. Xoş gəlmişsiniz studiyamıza. Sağ olun, çox sağ olun. Mənim məsləhərim, əgər həkim androloqumuza sualınız varsa canlı efirə zəng edə bilərsiniz. Telefon nömrəmiz 518-04. Bugün biz demək danışacağıq kişi sonsuzluğundan və cinsi zəiflikdən. Buyurun, əgər mövzu ilə maraqlanırsınızsa, ekrana yaxın əyləşin, kanalı dəyişməyin, bizə baxın və sualınızı da canlı efirdə verin. Doktor, kişi sonsuzluğu ümumiyyətlə nədir? Biz hər zaman bu haqda danışırıq, amma mütəmadi olaraq hər dəfə yenidən təkrarlayırıq bunu. Nəyə görə? Çünki ola bilsin ki, kimsə verilişə baxmayıb, ola bilsin ki, yeni qoşulan tamaşaçılarımız var və ola bilsin ki, kimsə baxıb unudub nəyisə və hər zaman mütəmadi olaraq xatırlatmaq istəyirik. Kişi sonsuzluğu nədir? Kişi sonsuzluğunu törədən səbəblər hansılardır və Nərgiz Klinikasında bilirəm ki, bütün ümumiyyətlə müalicələr xüsusi taktika ilə aparılır və kişi sonsuzluğun müalicəsi Nərgiz Klinikasında necə aparılır? Salam, hörmətli televiziya tamaşaçıları. Lalə xanım, kişi sonsuzluğu ümumiyyətlə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi reqlamentiv bir məsələ var. Gənc ailədə, əgər il yarım ərzində uşaq, evlad dünyaya gəlmirsə, artıq bu sonsuzluq kateqoriyasından qəbul olunur. Yəni tədqiqatlar başlamalıdır, onun səbəbləri müəyyən olmalıdır və müalicəsi olmalıdır təbii ki. Sonsuzluğa səbəb olan, mən qısaca deyirəm, insanları maarifləndirmək üçün, sonsuzluğa səbəb olan amillər çoxdur, amma birinci yerdə stres durur. Güclü əsəbi sarsıdığından sonra, mən keçən verilişimizdə sizə dedim, beynin beyni adlandırdığım hipotalamus deyilən kiçik bir yer vardır, mərkəz vardır. Oradan hipotalamus, hipofiz, yəni beynin altında da hipofiz vəz vardır, hansı ki o da xüsusi maddələr, hormonlar ifraz eləyir ki, cinsi, onun funksiyaları həddindən artıq çoxdur, amma cinsi vəzlərin funksiyalarını stimullaşdıran maddələr ifraz eləyir. Hipotalamus, hipofiz və xaya sistemi bax belə baskıya məruz qalır və spermatogenez pozulur. Bu bir amil. İkinci amil ekoloji faktorlardır. Yəni ətraf mühit o qədər çirklənir ki, bütün dünyada bu dəqiqə gedir. Üzr istəyirəm. Ekoloji faktorların böyük əhəmiyyəti vardır. Yəni, zəif olaraq yavaş-yavaş intoksikasiya gedir bütün bədəndə. Bu ikinci faktor. Üçüncü faktorda durur infeksiyon məsələlər. Yəni, zöhrəvi xəstəliklərdən, cinsi yolla keçən xəstəliklərdən tutmuş, səpkili yatalaq, vərəm, endemik parotit deyirik, biz xalq arasında sfinka deyirlər, qulaq altı vəzin şişməsi ilə gedən infeksiyon prosesi və bir çox başqa infeksiyon xəstəliklər. Bilirsiniz, əvvəllər, mən keçən verilişimizdə də dedim, əvvəllər bir süzənək və trixomonas var idi, əsas qeydə alınan xəstəliklər. Bu prosesdə də irinli prosesdir deyə xəstə tez qaçırdı həkim yanına filan. Amma indi o qədər başqa infeksiyalar vardır ki, çox cüzi simptomlarla gedir deyə insanlar ona fikir vermirlər. Amma Lorun elində desək, içərini yeyir, tökür. Bu infeksiyalara birinci növbədə aiddir mikoplazma, xlamidiya, ureoplazma, gardnerella. Ondan sonra gəlir virus infeksiyaları. Yəni bunlar iltihabı xəstəlik törədirlər deyə prostat vəzdə, toxum kisəciklərində, xayalarda. Bu da spermatogenezi təbii ki pozur. Akif doktor, çox üzr istəyirəm. Tamaşaçımız xəttə var. Gəlin onu eşidəyə sonra davam edək. Salam, xoş gördük. Buyurun, canlı efirdə sizi eşidirik. Salam. Salam xanım. Xanım, benim sualım vardı həkimə. Buyurun, Akif həkim eşidir sizi. Buyurun. Həkimə sualım odur ki, mənim həyat yoldaşımda spermogrammanın zəifliyi yoxdur. Normaldır hər şey. Sadəcə olaraq biz analiz vermişik, morfologiyasını yoxlayıblar. O spermanın deyirlər ki, yumurtalığa daxil olması yoxdur. 0 dərəcədədir. Amma 2010-cu ildə bir süni mayalama eləmişəm, bir övladım var, bir qız övladım var. Onu bilmək istəyirəm, adi yolla, sadə yolla, bu yolla mən qala bilmirəm uşağa. Onu bilmək istəyirəm, onun müalicəsi var. Bir də ki, onu bilmək istəyirəm, müalicəsi var ya yox. Bir də ki, bilmək istəyirəm ki, o nədən əmələ gəlib, nədən baş verə bilər? Onu müalicə eləyib, aradan yox eləmək olar bu xəstəlik ya yox. Xanım, zəhmət olmasa yaşını da söyləyin. Mənim özümün 34 yaşım var, həyat yoldaşımın 45 yaşı var. Təşəkkür ederim. Amma övladım 32 yaşımda dünyaya gəlibdir. Təşəkkür edirik, çox sağ olun. Çox sağ olun sualınıza görə, çox maraqlı sualdır. Lalə xanım, demək, məsələ burasındadır ki, dünənə sırağa günə kimi belə məcazi mənada desək, bir neçə 10-12 il buna qədər
analiz eləyirdik, spermogramma mütləq qaydada normal, absolut. Qadında hər şey normal, amma maylanma baş verir. Və son illər məlum oldu ki, ASA deyilən bir şey vardır. Antispermal antitellər, antidisimciklər. Hər bir infeksiyaya qarşı orqanizmin immun sistemi, müdafiə sistemi, müəyyən antitellər, yəni əskərlər kobud desək, buraxırsa, ifraz eləyirsə qana mübarizə üçün, bəzən təsadüfi hallarda qadın bədənində kişi spermasına qarşı antitellər ifraz olunmağa başlayır və o hərəkətdən salır spermatozoidlər. Bu bir səbəb. İkinci səbəb, kişinin özündə ASA ola bilər, öz spermasına qarşı, autoimmun prosesdən, yəni özünə qarşı. Belə də ola bilər və orada bir amil də vardır. Amil də demək olmaz ona. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi reqlamentiv yenə göstəricilərə görə sonsuz ailələrin 8-9%-də idiopatik sonsuzluq olur. Yəni heç bir səbəb olmadan, heç bir səbəb hər şey absolut olaraq, mütləq olaraq normaldır, amma maylanma baş vermir. Bax belə hallar da var. Xanım gəlsin yoldaşı ilə baxaq analizlərə. Bəzən hər şey normaldır. pH, yəni turşululuq deyirik biz. Spermatozoidlərin, spermanın turşuluğu 7,7-dən yuxarı olmamalıdır. Yəni qələvi mühit olmalıdır. Çünki qadın uşaqlıq yolu tuş mühitdir. Yəni qırıla-qırıla ona görə gedirlər və sona uşaqlıq boynuna bir neçə ədəd çatır. Artıq uşaqlıq boynunda qələvi mühitdir. Yəni spermanın turşuluğuna uyğun, yəni o mühitə uyğun bir mühit vardır. Ona da baxmaq lazımdır ki, pH-ı necədir. Yəni amillər çoxdur. Yəni ancaq müayinə zamanı? Təbii ki, o müayinədən sonra müəyyən olunur. Gəlsin dərindən, hansı analizləri var gətirsinlər. Baxaq, ümumi bir rəyə gələk, ginekoloqlarımız var, endokrinoloqumuz var. Hər sahənin həkimləri oturub konsilium eləyib bir nəticəyə gəlirik. Ümumiyyətlə, Nərgiz Klinikanın çox peşəkar komandası var, çox həddindən artıq. Və yeri gəlmişkən bütün Nərgiz Klinikanın kollektivini buradan salamlayırıq və təşəkkürümü bildiririk. Çox sağ olun ki, bu qədər gözəl xidmət edirsiniz bizim xalqımıza. Çünki bilirəm ki, dəfələrlə sizin klinikanıza müraciət edən insanlar çox razıdırlar. Ən azından laborator analizlərdən də çox razıdırlar. Çox şəffaf, çox gözəl bir şəkildə keçir. Və bir daha xatırlayıram, əgər Nərgiz Klinikasına müraciət etmək istəyirsinizsə, sonsuzluqdan müalicə olunmaq istəyirsinizsə və yaxud sadəcə olaraq çəkan müayinədən keçmək istəyirsinizsə, hal-hazırda ekranda telefon nömrələri görürsünüz. Buyurun, zəng edin və müraciət edin. Buyurun. Yeri gəlmişkən mən deyim ki, müayinələr barədə, yəni o keçən söhbətimizdə mən dedim, etik mənəvi normaların o aşılanması, çərçivələrin genişlənməsi onu gətirib çıxardıb ki, kontrolsuz, qaydasız cinsi əlaqələr həddindən artıq çoxalıb. Ona görə də bu zöhrəvi xəstəliklər zəncirvari reaksiya, yəni çox sürətlə yayılmaqdadır. Belə şeyləri heç vaxt nəzərdən qaçırmasınlar, normal həyat şəraiti keçirsinlər. Biraz müsəlmanlığa uyğun bir həyat tərzinə keçsinlər. Zina deyilən bir şey var. Hər şey bir tərəfə dursun. Bu Allah qarşısında çox böyük günahdır. Ondan əlavə... Heç olmasa vaxtı-vaxtında həkimə müraciət etsinlər. Vaxtı-vaxtında müayinədən keçsinlər. Təbii ki. Mən faktorları istəyirəm bir neçəsində sadalayam. Faktorların içində anadan gəlmə qüsurları da qeyd eləmək lazımdır. Körpü uşaqlarda, məsələn, oğlan uşağıdır, xayalar yerinə düşməyə bilər. Biz ona kriptorxizm deyirik. Bəli. Xayaların temperaturu bədən temperaturundan 2,5 dərəcə aşağı olmalıdır. Siz təsəvvür eləyin, xaya əgər qarında qalırsa, qarın boşluğunda, yəni o məcazi mənada pişir. Yəni degenerativ proseslər gedir xayada və sonsuzluq yaranır. O artıq cinsi yetkinlik dövründə. Ona görə o elə körpələri vaxtında əgər yüngül dərəcədədirsə, yəni onun yüngül ağrı yoxdur, üzr istəyirəm. Cərrahi əməliyyat olunmalıdır, yerinə salınmalıdır. Varikoza ilə deyilən bir şey var, xayalarda varikoz genəlmə. O yüngül dərəcədə olduqda terapevtik müalicə ilə sağalır. Biz onu qaydasına qoyuruq. Fizioterapiyamız var, gözəl orada venoz sistemi işini stimullaşdıran. Dərman terapiyası gedir. Xüsusi yaxmalarımız var bitkilərdən, yəni 100 illərlə tarixi olan xüsusi tərkiblər var. Doktor, çox üzr istəyirəm, bu varikosel söylədiniz. Varikoseli necə öyrənmək olar ki, varikosel var, yoxsa yox? Ancaq ultrases müayinəsi. Ancaq müayinədən. Amma yəni heç bir simptomu yoxdur.
Varikosel xəstəliyi. Bəzən ağrı verir, bəzən diskomfort yaradır insanda, amma çox vaxt heç bir simptomsuz. Ancaq simptom müayinə olmur. zamanı. Müayinə zamanı və yaxşı olar ki, Doppler müayinəsi, yəni rəngli Bəli. ultrasəs müayinəsindən keçirilsin. Çünki o rəngli ultrasəs müayinəsində damarlar daha gözəl görünür, daha yaxşı, dəqiq görünür. Bu məsələlər var. Sonra zərərli iş şəraitində işləyən insanlar var. Mən bayaq temperaturundan dedim, qoy elə ona da calaşdırım, bu növbəti fikrimi birləşdirim. İsti sexlərdə işləyən məsələn insanlarda sonsuzluq ola bilər. O demək deyil ki, olmalıdır. Ola bilər. Çünki Allahımız Sübhanallah deyirik, qüsursuz Allah, ideal Allah. Yəni orqanizmi elə ideal yaradıb ki, çox müdafiə sistemləri həddindən artıq yüksəkdir. O demək deyil ki, elə həmin adamlarda olacaq. Ola bilər. Mən onu demək istəyirəm. Məsələn, çörək bişirmə sexləridir, polad əritmə sexləridir. Sonra isti şəraitdə işləyənlər bir sözlə, bax buna fikir verməlidirlər, mütləq mütəmadi müayinədən keçsinlər. Sonra, yəni səbəblər həddindən travmalar səbəb ola bilər ona. Mən gənclərimizi, evlənməyə hazırlaşan gənclərimizi dəvət edirəm, gəlsinlər. Cütlükləri, yeni evlənən cütlükləri, biz gələn ayın 10-una kimi, yəni həkim qəbulunu, pulsuz aksasını keçirdəcəyik. Ultrasəs müayinəsi 50%, yəni rəhbərliklə bunu razılaşdırmışıq. Ultrasəs müayinəsində 50% endirim olacaqdır. Gəlsinlər, tədqiq eləyək hər şeyi, dəqiqləşdirək. Əgər hansısa bir xırda və ya böyük problem varsa yoluna qoymaq lazımdır. Çünki həyat bir günlük, 5 günlük deyil, Bəli. illərlə, 10 illərlə uzanan bir birgə yaşayış tərzidir ailə həyatı. Bax, bu belə, yəni ki, mən səbəbləri saydım. Spermaqrammadan desək, yəni bəzi insanlar biz spermaqrammanı məsələn bizim klinikada disklə bir yerdə veririk, CD disklə. Yəni ona heç həkimlə olmaq da lazımdır. Elə öz notebookuna və ya istənilən kompüterə salıb orada hərəkətin aktivliyini özü görə bilir şəxs. Müalicədən əvvəl və sonra fərqləndirə bilir. Yəni biz belə real, konkret işlərlə məşğuluq. Get yaxşı olacaq məsələsi bizdə yoxdur. Hər şey konkret olmalıdır. Hər şey. Doktor, növbəti zəngimiz var. Buyurun. Salam, xoş gördük. Buyurun, canlı efirdəsiz. Alo. Salam aleyküm. Eşidirik sizi. Akif doktora sualınızı verə bilərsiniz. Buyurun. Mən doktora sualım var, bir istəyirəm o sual verin. Buyurun. Bir zəhmət olmasa o həkimlə məni talaqlaşdırın ayrıca. Eşidirəm sizi. Dinləyirəm sizi, xanım. Alo. Eşidirik sizi. Doktor, salam ay doktor. Aleyküm əssalam. Mən o siz ki orada bir yaxşı söz dediniz o uşağa görə. Mən oğlumun, kiçik oğlumun da övladı olmur. Mən o çox yerlərə aparmışam, hətta operasiya da elətdiriblər. Ondakı 0 deyir zadını. Faizi. Xanım, cərrahi əməliyyatı nə vaxt olunub? Neçə yaşın? Cərrahi əməliyyatı bir 5 ay bundan qabaq olub. Görürsünüz, gecikdirmişsiniz də. Mən axı sizə bayaq söhbətimdə dedim ki, o məsələ uşaq yetkinliyə daha yaxşı olar ki 7 yaşına qədər, 6-7 yaşına qədər o cərrahi əməliyyatı olunmalıdır. Gecikdirmişsiniz. Yəni o həkimlərin günahı deyil. Onun hüceyrələri, güyəm deyir ki, hüceyrələr ölüdür. Mən sizə sual vermək istəyirəm ki, o hüceyrələr dirilə bilər. Onun özünün uşağı ola bilər, ola bilməz. Xanım, mən nə deyim, yəni gəlməlidir oğlan, baxmalıyıq. Əgər lazım görəsizsə, gətirərəm. Gətirin, gəlsin, tədqiq eləyək, mən sizə son sözümü tədqiqatlarımızdan sonra deyəcəm. Yəni mən konkret olaraq, mən həmişə məndə ümumiyyətlə iş praktikamda həmişə konkretlik var. Ya hə, ya yox. Acı da olsa həqiqət olmalıdır. Bəzən elə olur ki, deyirəm əzizim, Amerikaya da geçsən xeyri yoxdur. Çox gözəl xüsusiyyətdir, doktor. Bilirsiniz, yalandan, axı insan çətin. Ən azından insanlara yalandan ümid vermirsin. Əvvəla pul qazanmaq çətindir. Bu insan gedir, bəzisi borc alır, bəzisi son manatını verir. Biz Allah var başımız üstündə. Hər şeyi gərək dəqiq deyəsən. Mümkündür, boyuna çək, axıra çatdır. Mümkün deyirsə, yalandan söz vermə. Akif doktorun qəbulunu istəyən, yazılmaq istəyən tamaşaçılar, ekranda gördüyünüz telefon nömrələrə zəng edin, Akif həkimin qəbuluna yazılın və digər həkimlərin də qəbuluna təbii ki yazıla bilərsiniz. Çünki Nərgiz klinikada yenə xatırladıram, çox gözəl, peşəkar bir komanda çalışır və ən azından Doppler müayinədən də keçmək istəyirsinizsə, buyurub Nərgiz klinikaya gələ bilərsiniz. Doktor, hər zaman biz vurğuluyuruq, Məlahət xanım da biz studiyamıza gələndə söylüyoruz ki,
Nərgiz klinikada tam başqa bir müalicə keçir, düzdürmü? Daha çox siz təbii məhsullara üstünlük verirsiniz və bu yəni sonsuzluq müalicəsindədirmi bu taktikadan istifadə edirsiniz? Təbii ki, səbəblər müəyyən olunandan sonra bizdə məsələn hormona bənzər fitoterapiyamız var. Yəni məsələn hormon çatmamazlığı varsa biz onu bitki mənşəli preparatlarla o hormonal sistemi stimullaşdırırıq. Fizioterapiyamız var, çox güclü. Yəni hormonal sistemi qaydasına qoyan, iltihab sorucu, mikrosirkulyasiyanın cinsi sistemdə, yəni qan devranını gücləndirən, yəni qan devranının güclənilməsi nə deməkdir? Qidalanmanın gücləndirilməsi orada. Yəni bu yöndə çox aparatlarımız, effektiv aparatlarımız vardır. Fizioterapevtik aparatlarımız və mən keçən verilişimizdə sizə dedim, mən 25 ildən artıq qədim Hind sistemi yoga ilə məşğul oluram. Yoqlarda da bir 5-6 ufrajeniya təmrin vardır ki, cinsi sistemin işini stimullaşdırır. Yəni toxum sistemini də stimullaşdıran ufrajeniyalar. Bunların hamısını biz kompleks şəklində pasientlərə yeri gəlmişkən çox üzr istəyirəm. Əgər yoga ilə maraqlanırsınızsa mənim əzizlərim Nərgiz klinikasına müraciət edin. Ayrıca yoga kabinetimiz çox gözəl, bəli, Lalə xanım orada dərslər verir və həm də psixoloqdur. Lalə xanım müraciət edə bilərsiniz. Bəli. Çünki həm qrup şəkildə bilirəm ki, müalicə olub, daha doğrusu bu dərslər keçir, həm də ki individual şəkildə, düzdürmü? Və onun effekti də təbii ki çox gözəldir. Hər zaman Lalə xanıma söz verirəm ki, mən də gələcəm bu dərslərə, çünki yoga ilə çox maraqlanıram. Həddindən artıq bilirəm ki, onun çox gözəl effekti var, həm psixoloji cəhətdən, həm də ki, sağlamlıq üçün. Yoga elə-belə, yəni fiziki təmrinlər, ufrajeniyalar sistemi deyil, o psixofiziki gimnastikadır. Yəni hər bir hərəkəti yerinə yetirərkən gözlərini yumursan, o dərin tənəffüslə bir yerdə enerjini harasa göndərirsən. 3 günə, 5 günə o hiss olunmur, amma 2 aydan, 3 aydan sonra insan sanki yeniləşir, cavanlaşır, gəncləşir. İstənilən insan. Doktor, sizcə cinsi zəifliyə səbəb nədir? Kişilərdə nəyə görə cinsi zəiflik baş verir? Həm də ki, son zamanlarda daha çox bu gənclərdə müşahidə olunur. Onu keçirik ikinci temamıza, ikinci mövzumuza. Cinsi zəiflik, yəni biz ona elmi dildə erektil disfunksiya deyirik. Cinsi zəifliyin səbəbləri 2 yerə bölünür. Bir, psixogen faktorlar, yəni əsəb sisteminə əlaqədar faktorlar. Bir də egzogen faktorlar. Egzogen, endogen, yəni başqa faktorlar, 2 qrup. Psixogen faktorlara əsasən stresslər. Stres. Çünki sarsıntı zamanı yenə də həmin o hipotalamus sistemi, hipofizar sistemi yenə də baskıya məruz qalır. Testosteronun miqdar konsentrasiyası qanda azalır. Bunlar hamısı disfunksiyaya səbəb ola bilir. Erektil disfunksiya, yəni cinsi zəifliyə səbəb ola bilir. Bu psixogen faktorlar. Psixogen faktorların içində ən böyüklərindən biri, ən önəmlilərindən biri ilk cinsi kontakt zamanı uğursuzluqdur. Yəni ola bilər yaş fərqi olur, ola bilər nəysə situasyon məsələlər olur. Hansısa 1001 səbəb olan hamısını mən sahib qutara bilmərəm. Hər şəxs özü yadına salır onu adətən yanımıza gələndə, söhbət əsnasında. Bir dəfə ki, ya əsasən ilk kontaktlarda, ola bilər ki, sonraki kontaktların hansındasa bir dəfə ki, uğursuzluq baş verir. Sinir sistemi labil olan, yəni təsirə tez məruz qalan insanlarda həmin andan nevroz başlayır. Yəni seksoloji nevroz. Biz ona deyirik, seksologiyada gözləmə nevrozu, nevroz ajidaniya. Gözləmə nevrozu nədir? Cinsi əlaqə qarşısında artıq uğursuzluq inamsızlığı formalaşır beyində. Seksual kontakt yoxdursa, üzr istəyirəm sözümə görə, cinsi kontakt yoxdursa, hər şey normaldır. Özünü əla hiss edir. Elə ki, real məsələ gəldi ortaya, o puskoda durmuş düşmən, mən o nevrozun adını puskoda durmuş düşmən qoymuşam, işə düşür. Mənfi impulslar beyindən, onurğa beyni ilə gedir beloma nerv kələfinə, oradan gedir cinsi üzvünün içindəki qan damarlarında spazm. Spazm da ereksiya sönür və ya əvvəldən işə düşür o mexanizm, ereksiya heç baş vermir. Yəni, bax, belə bu nevrogen, psixogen faktorlar daha doğrusu. İkinci bölüm faktorların içərisində anadan gəlmə beyin qüsurları ola bilər, onurğa sütununun qüsurları ola bilər, infeksiyon birinci yerdə, mən səhv dedim, birinci yerdə infeksiyon faktorları durur. İnfeksiyon faktorlar, yenə bayaq o dediyimiz cinsi yolla keçən xəstəliklər, süzənəkdir, trixomonasdır, xlamidiyadır, mikoplazmadır, ureoplazmadır, gardnerelladır,
virus infeksiyaları o qədər təsir eləmir. Virus infeksiyaları əsasən sonsuzluqda, mən bayaq qeyd eləməli idim, onu üzr istəyirəm, yadımdan çıxıb. Virus infeksiyaları, herpesdir, sitomegalovirusdur. Bunlar Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatları mən deyirəm. Mən elə-belə oradan buradan oxuduğumu deyirəm. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, demək, 100 min ailədən hardasa 10-da, 12-sində, düzdür, çox təsadüfi hallarda olur, o baş verir. Maylanmaya mane olmur. Amma ana bətnində dölün qüsurlu inkişafına səbəb ola bilir. Yəni, Allah göstərməsin, uşaq şikəst doğulur, qüsurla doğulur. Bu da ömürlük gözdağıdır hər bir valideyn üçün. Ondan başqa, həddindən artıq orqanizmin immuniteti aşağı düşəndə, yəni viruslar o qədər çoxala bilir ki, spermatozoidlərin boyun və quyruq hissəsini tam örtür. Hərəkətdən düşür spermatozoidlər. Belə hallarda baş verir. Düzdür, təsadüf az-az hallarda olur, amma bu da vardır, bu faktorlar da vardır. Keçək qaydaq ikinci temamıza, cinsi zəiflik səbəb olan faktorları, infeksiyon səbəbləri də dedim, söylədim. Bundan sonra yenə ətraf mühiti qeyd eləmək lazımdır. Oturaq həyat tərzini qeyd eləmək lazımdır. Mən keçən dəfə də zarafat yana dedim bizim evimizi yıxan bizim tənbəlliyimizdir. Bəli. Gün ərzində 10-15 dəqiqə cana qulluq eləmək. Mənim neçə yaşım var? 60 yaşım var. Ay, Mən maşallah. özümü tərifləmək üçün Ay, demirəm, amma maşallah. gündə 15-20 dəqiqə fiziki hərəkətləri yerinə yetirmək bəyəm ağır işdir. İnsan 15-20 dəqiqə hər gün özünə qulluq eləməyən insanda 40-dan 45-dən 50-dən sonra 1000 dənə problem ortaya çıxa bilir. Yəni qaraciyərdən başlamış, ürəkdən, beyindən başlamış hər şey. Mən keçən dəfə dedim, bir də təkrar eləyim. Yoxlar deyir ki, insanın yaşı illərlə ölçülmür. Oynaqların və qan damarlarının elastikliyi ilə ölçülür. Yəni bunu da saxlamaq üçün nə etmək lazımdır? Hərəkət, hərəkət, hərəkət. Belə şeyləri nəzərdən qaçırmasınlar insanlarımız, qardaş bacılarımız, evladlarımız. Yəni bu elementar şeylərdir. Oturaq həyat tərzini qeyd elədik. Yəni faktorlar çoxdur. Mən hamısını sayıb qutara bilmərəm. Erektil disfunksiyanın, yəni cinsi zəifliyin növlərinə gəlsək, yəni mən onları da saymaq istəyərdim. Bir növlərinə yox, daha doğrusu mərhələ-mərhələ mən bunları demək istəyirəm. Əvvəl başlayır adətən libidonun aşağı düşməsi, yəni həvəsin azalması. Həvəsin azalması bir çox faktorlarla əlaqədardır. Hormonal faktorlar da ola bilər, yəni o cinsi aktiv maddələrin qanda azalması, iltihabi proseslər, həmin o infeksiyon xəstəliklərdən törənən iltihabi proseslər səbəb ola bilər. Sonra gəlir cinsi zəiflik, sırf mənasında, öz mənasında ki, cinsi akt həyata keçə bilmir. Cinsi akt həyata keçə bilməyəndə təbii ki, burada nevroz daha da güclənir və hər dəfə ilə nevroz daha da dərinləşir. Sonra gəlir orqazmın zaman məsələsi. Mənim inanırım sizi pasiyentlərimin 30-35% cinsi əlaqənin erkən bitməsindən müalicə olunur adətən. 100 xəstədən 30-da, 35-də o simptom vardır. Onun da özünün incəlikləri vardır. Qoy onu da deyim, pasiyentlərimiz bilsin, insanlarımız daha doğrusu bilsin. İnsan var ki, adətən onu hamı prostatitlə bağlayır, əlaqələndirir. Ola bilər ki, insan 30 il prostatit xəstəsi olsun, amma onda cinsi əlaqənin erkən bitməsi olmasın. Yəni, prostat vəzinin yanında, sidik kanalının arxa divarında kiçicik bir sahə vardır. Toxum təpəciyi deyilən bir yer vardır. Seminoy buqarok deyirlər ona ruslar. Onun iltihabı zamanı, yəni ona elmi dildə kollikulit deyirlər. O kollikulit başlayırsa, ola bilər heç 5 gündür prostatitdir, heç prostatit simptomları yoxdur, amma iltihab oradan başlayıb. Artıq onda cinsi əlaqənin erkən bitməsi başlayacaq. Cinsi əlaqənin erkən bitməsi qədər də biz kişilər belə deyək, biz kişiləri əsəbiləşdirən, əsəb sistemini baskı altına salan ikinci şərt yoxdur. Tərəf müqabildə mən lap açıq danışıram, mənim üçün o sahə biraz sadədir, hər gün danışdığım şeylər deyə üzr istəyirəm tamaşaçılarımızdan. Tərəf müqabil nə qədər özünü toxtaq, nə qədər taktik aparsa da, kişi axı görür ki, mən belə, yəni ona görə də hər bir cinsi akt xırda-xırda stresslərə çevrilməyə başlayır kişi üçün, cinsi əlaqənin erkən bitməsində. Və son nəticədə ona gəlir, çıxarır, psixoloji bariyeri yanarır və tam əlaqəsizlik gəlir. Bax, bunu qeyd eləmək lazımdır, cinsi əlaqənin erkən bitməsini. Sonra belə bir deyim də var, anorqazmiya, yəni cinsi əlaqə başa çatır, orqazm yoxdur, yəni o yüksəliş momenti yoxdur insanda. Onun da səbəbləri vardır. Yəni bunların hər biri tədqiq olunmalıdır, səbəbləri müəyyən olmalıdır və müalicə olunmalıdır.
cinsi zəiflik üçün olan aparatlarımızda mütləq mən qeyd eləməliyəm onu. Sovet dövründə kosmonavtlar kosmosdan qayıtdıqda çəkisizlik şəraitindən demək olar ki, hamısında impotensiya başlayırdı. Aerokosmik sənayinin yaratdığı bir çibis aparatı var idi. İndi biz onun prototipi olan Soyuz Apollon aparatı var. Onu almışıq. Çox gözəl effekt verir. Nərgiz klinikasında var. Bəli, çox Oo, gözəl, maşallah. çox gözəl effekt verir. O impotensiyada, yəni tam cinsi zəiflikdə çox gözəl effekt verir. Ondan başqa damar şəkər xəstəliyi fonunda məsələn cinsi üzvün içindəki qan damarları kireçləşir. Lor dilində, sadə dildə desək, sklerotik proses gedir, angiopatiya deyirik biz ona. Məsələn orada çox üzr istəyirəm yenə sadə sözümə görə kilo ilə dərman təyin xeyri yoxdur. Orada özünün incə metodları vardır ki, biz 20 il, 30 il, 40 il şəkər xəstəliyisi olan insanlarda ki, cinsi zəiflik var, biz onları qaydasına qoyuruq. Doktor, teşekkür ederim. Minnətdarım. Verilişimiz yekunlaşır. buyurun. Növbəti verilişlərdə inşallah yenidən bu Layla mövzuya xanım, mən qayıdarıq. sizin rəhbərliyə təşəkkürümü bildirmək istəyirəm Çox ki, sağ olun. bu insanları maarifləndirmək yönündə bizə şans verirsiniz. Bizim elə verilişimizin də məqsədi məhz insanları, bizə baxan tamaşaçıları Sağ olun. maarifləndirməkdir. Minnətdaram, təşəkkür Sağ edirəm. olun. Mən Məzlərim, mən Lalə sizinlə sabaha qədər sağollaşıram. Sabah 11:30-da bizə baxmağı unutmayın. Sonda Supersi salonunda ustam Nuraniyə hər zaman olduğu kimi minnətdarlığımı bildirirəm. Telefon nömrələri 434 65 69. İnsana var dövlətdən də çox can sağlığı gərəkdir. Bunun üçün də gəlin sağlığımızın qayğısına vaxtında qalaq. Salamat qalın.